Herkese salam. Hər vaxtınız xeyir olsun değerli izleyiciler. Bugün kəndə ayrı vlog çəkməyə qərar verdim sizler için. Kəndi göstereceğim ve evi göstereceğim. Həyat bacanı falan. Maşını görürsünüz. Canavar kimi maşındır. Hər işimizə yarayır. Və çox qoca maşındır. Biz ondan əl çəkə bilmirik. Yəni hər işimizə yarayır. Ne yalan deyim. Bu da ki krantı, su krantı. Ondan sonra qışa yaxın ən son qalan çiçəklərimiz var burada. Güllərimiz. İyi olmasa da rəngi kifayət qədər bəs edir görünüş üçün. Bu da ki ev təmiri aldığımız materiallardır. Hələ usta tapa bilmirik ki evi təmir eləsin. Ondan sonra anamın pişirdiyi qutabdır. Çox dadlı və ləzzətli qutabdır. Və gedirəm indi heyvanlara ot verməyi, pres falan. Təbii və yonca otudur. İkisindən ən yaxşıdır. Əlbəttə ki yonca otudur, yonca presidir dostlar. Və kombayndir. Çoxdan da bizim həyatda qalır, amma ki heç bir şey də yaramır. Nəsə də yəni belə. Və arabadan uzaq qalanda avtomatik öz başınalıq başlayır. Onların da hamısını qidalanması üçün təmin etmək üçün öncə ipi qırırıq belə və sonra bir hissəsi gətirərək indi göstərəcəm sizə. Hissəsi gətirərək müxtəlif nöqtələrdə otu qoyursunuz ki, hamısı yaxşı qidalana bilsin. Və gördüğünüz kimi bunu eləyirəm və ayağımdakı şəpşəpilər də əraziyə uyğun olmasa da yəni onu geyindim, yəni onu da çox da fikir verməyin. Boş şeydir, olan şeydir. Kənd həyatı belə dostlar, çox maraqlıdır. İnsan deyir ki, yəni istəmərəm kənd həyatında yaşayım. Amma ki bir günlük belə bizim kimi kənd həyatını keçirsə, yəni onu deməzlər. Və nəsə, söhbəti uzatmayaq. Bugün bu videoda bu kadar şey gösterebileceğim size. Çok da başka şeyler çekip gösterebilmeyeceğim. Bu kadar. Bunlar da gördüğünüz gibi bayaq mən dediyim kimi hər nöqtədə belə qoyulanda səpələnmiş şəkildə qidalanabilirlər. Və bu otu da paylayandan sonra işimizdə qutardıq. Arabanı da gedib öz yerinə qoyuruq. İpləri də lazımlı şəkildə asırıq. Asacağım daha doğrusu. Və belə qoyuram, belə qapını da bağlayırıq ki, içəri girməsinlər. Belə dostlar, kanala abunə olmağı unutmayın. Bizdən müğayət olun. Axıra qədər izlədiyinizsə də çox sağ olun. Maraqlıdırsa da bəyənməyi də unutmayın. Gələn videolarda görüşərik. Abunə. Təşəkkürlər. Öpürəm sizləri.